Oxuduqların yadından çıxır, 7 təkrar üsulu təqdim edəcəm. Bunları etsən, hər şey yadında qalacaq. Əsas odur ki, səhifəmizi bəyənmək, videoya baxdıqdan sonra şərh yazmaq yaddan çıxmasın. Birinci üsul fasiləli təkrardır. Məlumatı oxuduqdan sonra dərhal təkrarlamağa çalışma ki, beyin yorulmasın. Fasilələrlə edilən təkrar beynin unutma funksiyasını deaktiv edir. 1, 3, 7, 15 gün aralıqlı təkrar yaxşı nəticə verir. Dərs kitabını əzbərləmək əvəzinə oxuduqlarını öz sözlərinlə səsli danışmaq səni passiv oxucu statusundan çıxaracaq və danışdıqların yaddaşına köçəcək. Öyrəndiklərini başqasına öyrətməklə də təkrar edə bilərsən. Bu zaman bilmədiklərini də öyrənəcək, oxuyub yadda saxlayacaqsan. Digər təkrar üsulu oxuduqlarını görmək, praktiki yerinə yetirməkdir. Bu üsula oxuduqlarını uca səslə danışmaq da daxil edilə bilər. Oxuduqlarından qeyd çıxarmaq, konspektləşdirmək də təkrarın yaxşı üsullarından sayılır. Digər üsul isə öz-özünü sınağa çəkməkdir. Özünə sual verməklə cavab tapmaq və oxuduqlarını daha yaxşı yadda saxlamaq olar. Sonuncu üsul təkrar planlamasıdır. Özünə gündəlik tut, nəyi nə vaxt təkrar edəcəyini əvvəldən yaz. Bu biliyi qalıcı edir, imtahandan öncə olan həyəcanı azaldır.